Əziz izləyicilərimiz, əziz tələbələrimiz, əziz valideynlərimiz, mən Vüsal Kəlbəcəri bu günlərim yenə də çox qonaqpərvər rayonlardan biri olan Cəlilabad rayonundayım. Cəlilabad rayonunda biz çoxlu sayda çəkişlər eləmişik. Dəfələrlə gözəl müəllimləri çəkmişik, işlandırmışıq, təqaüdlü olan müəllimlər, qocaman müəllimlər, gənc müəllimlər, hətta şagirdlər də çəkmişik. Bu günlərdə biz çoxlu sayda şagirdlərdən, tələbələrdən sorğular apardıq və gördüyünüz kimi Çağdaş Təhsil mətbuatında gəlmişik müəllimi işlandıraq, sosial şəbəkələrdə işlandıraq. Müəllim, daha sizi xoş gördük. Allah təala uzun ömür versin, can sağlığı versin. Adınız, soyadınız müəllim? Məmmədov Şamil Şahverənoğlu. Çox gözəl. Şamil müəllim, neçə il təhsil sahəsində çalışmısınız? Hansı təhsil? 20 il. Təhsil sahəsində Bəli, çalışmısınız? təhsil sahəsində 20 il. 20 ildə qeyri təhsil sahəsində. Qeyri işlərdə Bəli, çalışmısınız. qeyri işlərdə. Çox gözəl. Və indi Allah neçə yaşınız var müəllim? 66 yaşım. Allah sizə ömür versin. Biraz yaxından çək. Və biz Çağdaş Təhsil komandası olaraq sizi kimi insanlarla fəxr edirik, qürur duyuruq. İndi hal-hazırda 66 yaşınız var, Bəli, değil mi? bəli, çox. Allah sizə ömür versin. Və müəllim, biz bilirik, həm də gözəl atasınız, gözəl babasınız, gözəl nəvələriniz var. Neçə övladınız var müəllim? 6 övladım var. 4 oğlum, 2 qızım. Çox gözəl. Adlar nədir övladlarınızın? Böyük oğlum Elməddin, Bəli. ikincisi Xaləddin, üçüncüsü Elnur, dördüncüsü Ruslan. Qızlarım Günel və Cəvahir. Hansı sizin yolunuz davam elətdirir, müəllimlik peşəsində davam Heç elətdirir? birisi. Heç bir. Heç birisi. İnşallah nəvələriniz, inşallah. Ha, o nəvələrim olar. İnşallah. Neçə nəvəniz var? 13 dənə. Nəticə var mı, yoxsa? Xeyr. Və indi hal-hazırda hansı kənddə yaşayırsınız? Məmməd Rızalı Şəmil. Məmməd Rızalı. Cəlilabad rayon Məmməd Rızalı kəndinə salamlar olsun. Bu günlərim 8 yanvar 2026-cı ildir. Arz edilib bu kadrlara 20 il, 10 il, 30 il sonra baxanda nəvə nəticələri sizi gözəl xatırlasınlar və bilsinlər ki, siz gözəl ata, gözəl ağsaqqal, gözəl babasınız. Allah təala sizə uzun ömür versin, can sağlığı versin və mən Vüsal Kəlbəcəri Çağdaş Təhsil komandası rəhbərdə sizə arzuluyoruz ki, inşallah ən gözəli can sağlığı arzuluyoruz. Amma hamının adını dedik, həyat yoldaşının adını demədik. Səmaya. Səmaya xanım da sizinlə fəxr elədiyini bildirdi, qürur duyduğunu bildirdi və bildirdi ki, siz həm də gözəl həyat yoldaşısınız. Övladınız da, Elmədin bəy də sizin haqqında gözəl bir söz bildirdi ki, atam olan yerdə o ağsaqqal odur. Ona öz adımızdan dərin təşəkkür bildirirəm, dedim, ona fəxr eləyirəm və biz də sizə fəxr edirik müəllim. Təşəkkür edirik. Çox sağ olun, çox sağ olun.